Salam əziz balalar. Bugünkü dərsimizin mövzusuna başlamazdan əvvəl həmişə olduğu kimi dərsliyin səhifəsindəki A tapşırığını birgə yerinə yetirək. Kərpiçkəsən kişinin hekayəti mətnindən nümunələr gətirməklə atalar sözünü izah edin. Gəlin atalar sözünü oxuyaq. Əmək insanı ucaldır, zəhmətlə yeyilən acı soğan, minnətlə yeyilən baldan şirindir. Bax, bu atalar sözünün bizim mətnə nə kimi aidiyyatı var? Gəlin onları izah edək. Əmək insanı ucaldır. Həqiqətən də biz mətnimizdə qoca kərpiçkəsən kişinin öz əməksevərliyi ilə başqalarının hörmətini qazandığını gördük. Bəs digər atalar sözünü necə izah edə bilərik? Zəhmətlə yeyilən acı soğan, minnətlə yeyilən baldan şirindir. Hekayətdə qoca kərpiçkəsən kişi ilə cavan oğlanın söhbətindən məlum oldu ki, o kərpiç kəsməklə ağır zəhmət hesabına qazandığı bir parça çörəyi başqasının ona verdiyi bir qarın çörəkdən üstün tutdu. Yəni, zəhmətlə qazandığını başqasının verdiyi minnətlə çörəkdən daha üstündür. İndi isə keçək dərsliyin səhifəsində atalar sözləri ilə bağlı verilən məlumatlara. Bir çox atalar sözlərində müdrik fikir birbaşa deyil, dolayısıyla ifadə olunur. Məsələn, dəmiri isti-isti döyərlər atalar sözü əslində belə bir fikri ifadə edir. Problemi dərhal həll etmək lazımdır. Bax, öncəki tapşırıqda da sizə təqdim olunan iki atalar sözündən ikincisində məhz fikir dolayı yolla ifadə olunmuşdu. İlk fikri isə birbaşa verilmişdi. İndi isə gəlin dərsliyin səhifəsindəki tapşırıqları birlikdə yerinə yetirək. Hansı atalar sözlərində fikir dolayısı ilə ifadə olunub? Seçiminizi əsaslandırın. Çəkilən zəhmət hədər getməz, sürüdən ayrılan qoyunu qurd yeyər, dost dostun eybini üzünə deyər, halva deməklə ağız şirin olmaz. Əslində, birinci və üçüncü fikirlərdə birbaşa verilibdir fikir. Yəni, çəkilən zəhmət hədər getməz. O cümlədən dost dostun eybini üzünə deyər. Lakin ikinci və dördüncü atalar sözlərində müdrik fikir dolayı yolla ifadə olunub. Məsələn, deyir ki, sürüdən ayrılan qoyunu qurd yeyər. Sizcə, niyə sürüdən ayrılan qoyunu qurd yeyər? Çünki o tək qalıb. Həqiqətən də insan tək qaldıqda bir sıra problemlərin həllini çözə bilmir. Yəni, o bir çox məsələlərdə aciz qalır. Bəs dördüncü fikrə gəlin baxaq. Halva deməklə ağız şirin olmaz. Yəni, həqiqətən də insan halva deməklə yeyib doyduğunu bildirə bilər. Əlbəttə ki, bu dolayı yolla bildirilən bir fikirdir. Yəni, insan öz məqsədinə çatmaq üçün mütləq zəhmət çəkməlidir, əziyyət çəkməlidir. Əslində, bax, bu atalar sözünün ifadə etdiyi fikir məhz elə budur. Yəni, halva və ağzın şirin olması ifadələri burada dolayı yolla verilmiş ifadələrdir. Gəlin növbəti tapşırığımıza keçək. Atalar sözlərində ifadə olunan fikri izah edin. Həmin fikirlə bağlı həyatdan nümunələr gətirin. 100 ölç, 1 biç. Hər hansı bir işə başlamazdan əvvəl yaxşıca düşünmək, planlamaq və hərtərəfli araşdırma aparmaq lazımdır. İşləri dəfələrlə yoxlamaq səhvləri azaltmağa kömək edir. Bax, bu atalar sözünün izahı belə olacaq. Digər atalar sözünə baxaq. Yalan ayaq tutar, yeriməz. Bunu da bir neçə mənada izah edə bilərik. Yəni, yalan başlanğıcda insanları aldada bilər, amma uzun müddət davam edə bilməz. Əsl həqiqət gec-tez ortaya çıxacaq. Yalanın ömrü qısa olur və nəticədə doğru olan həmişə qalib gəlir. Mən atalar sözlərinin izahını sizə təqdim edirəm, siz isə bununla bağlı həyatdan nümunələr gətirib söyləyərsiniz. Növbəti atalar sözünə baxaq. Doğru söz acı olar. Bəs bu nə deməkdir? Doğru sözlər bəzən insanlara sərt və narahat edici görünə bilər.
Çünki həqiqət insanın öz səhvlərini və ya gerçəklərini qəbul etməsini tələb edir. Dördüncü atalar sözü isə ac toyuq yuxuda darı görər. İnsan bir şeyə çox ehtiyac duyanda və ya arzulayanda onu düşünməkdən özünü saxlaya bilmir və hətta xəyalında da həmin şeyi görür. Fikirlərə uyğun həyatdan nümunələri gətirməyi sizə həvalə edirəm. Biz isə keçək növbəti tapşırığımıza. Atalar sözlərini tamamla. Yəqin ki, bu atalar sözlərini eşitmisiniz və asanlıqla uyğunluğu müəyyən edəcəksiniz. Könlü balıq istəyənin ətəyi suda gərək. Gülmə qonşuna, gələr başına. Bu daha çox istifadə olunan atalar sözüdür. Nə tökərsən aşına, o da çıxar qaşığına. İstəyirsən bal, çörək, al əlinə bel, kürək. Digər tapşırığımıza baxaq. Atalar sözlərində əks mənalı sözlərin yeri səhv düşüb. Həmin səhvləri müəyyən edin. Yaxşı günə səbr edən, yaman günə tez çatar. Sizcə bu cümlədə yeri səhv düşən sözlər hansı sözlərdir? Yaxşı günə niyə səbr etməlidir ki? Səbr edilir əsasən yaman günə. Deməli, bu cümlədə yaxşı və yaman sözləri yeri dəyişik düşür. Əslində isə bu cümlə belə olmalı idi. Yaman günə səbr edən, yaxşı günə tez çatar. Qışda işlə, yayda dişlə. Adətən yayda işləyib, qışda dişləyirlər. Deməli, bu cümlədə qışda və yayda sözləri yeri səhv düşür. Əslində isə bu atalar sözü belə olmalıdır. Yayda işlə, qışda dişlə. Gündüzün xeyrindən axşamın şəri yaxşıdır. Bəs bu atalar sözündə hansı sözlərin yeri səhv düşüb? Burada gündüz və axşam sözləridir. Əslində isə atalar sözü belə olmalı idi. Axşamın xeyrindən gündüzün şəri yaxşıdır. Əkmək üçün biçmək lazımdır. Sizcə, əkmək üçün biçmək lazımdır, yoxsa biçmək üçün əkmək lazımdır? Əvvəlcə gərək əkək ki, sonra biçək. Deməli, əkmək və biçmək sözlərinin yeri səhv düşüb. Əslində isə bu atalar sözü doğru variantda belə olmalıdır. Biçmək üçün əkmək lazımdır. Vətən cənnət olsa da, yenə qürbət yaxşıdır. Sizcə, burada yeri səhv düşən sözlər hansıdır? Əlbəttə ki, qürbət yaxşıdır, yox, vətən yaxşıdır. Deməli, qürbət nə qədər cənnət olsa da, yenə də vətən yaxşıdır. Fikir versəniz, elə burada yeri səhv düşən sözlər məhz əks mənalı sözlərdir. Bax, belə uşaqlar, bu tapşırıqla bugünkü dərsimizi bitiririk. Növbəti dərsimizdə görüşmək ümidi ilə hələlik.